Bu dərsimizdə biz dinamik element yaratmağı, silməyi və yaxud da ki, etiketlər arasındakı yer dəyişməni öyrənəcəyik. İndi bizim hal-hazırda body etiketi içərisində hər hansısa bir etiketimiz, elementimiz yoxdur. Mən bura misal H1 etiketini əlavə edib, bura RNR TV yazdığım zaman ekranda RNR TV yazısını bu şəkildə görmüş olacaq. İndi mən bunu JavaScript ilə necə bura yazdıra bilərəm? Yəni bu səhifəyə yazdıra bilərəm. İndi ilk olaraq mən bura const new element yazıram və bunu bərabər edirəm. Document nöqtə create element deyirəm və bura H1 etiketini yazdıram. Yəni burada index.html-də yazdığım H1 etiketini index.csv-də də bu şəkildə əlavə edirəm. Və daha sonra gəlirəm burada misal H1-ə class name əlavə edirəm. Bura misal bu şəkildə yazırıq. H1 nöqtə üzr istəyirəm, new element nöqtə class list ya və yaxud da ki class name bərabərdir. Misal başlıq olsun. Və daha sonra bunu body etiketi içərisinə, yəni index.html-də gördüyümüz body etiketi içərisinə əlavə edəcəm. Bunu hal-hazırda yoruma alıram və index.js-yə gəlirəm. Burada const body bərabərdir document nöqtə query selector ilə body etiketini bu şəkildə seçirəm və body etiketimə nöqtə append child deyərək new elementi bura əlavə edirəm. Hal-hazırda elementsdə baxdığımız zaman body etiketi bu şəkildə H1 etiketimiz əlavə olunub. Ancaq biz bunun içərisinə hər hansısa bir yazı yazdırmamışıq. Mən misal gəlirəm burada new element nöqtə create text note deyə yazıram və bura salam yazısını yazmış olam. Bərabər eləyirəm bir dəyişkənə const text bərabərdir new element create text note deyirəm və daha sonra new elementi də append child funksiyasından istifadə edərək texti buraya əlavə edirəm. Document nöqtə create text note deyirəm. Hal-hazırda salam yazısını buraya yazdırmış olduq. İndi misal bu etiketi mən silmək istəsəm, mən gəlirəm burada new element nöqtə remove funksiyasından istifadə edərək biz H1 etiketini baxın burada silmiş olduq. Bu hal-hazırda yoruma aldığımız etiketdir və mən bunu da silirəm. Və elementə baxdığım zaman body etiketinin içərisi boş şəkildə gəlmiş oldu. İndi index.js-də bu asan bir variantdır. Misal biz index.html-də ul etiketi içərisində birdən çox dillərimizi bu şəkildə yazmış olaq. Misal universitet adlarını bu şəkildə yazaq. Bu Ada Üniversiteti olsun. Bu Neft Akademiyası olsun. Bir də
Bakı dövlət olsun. Və indi bunun qarşısında tutalım ki, bu şəkildə buton etiketi vardır. Və bu buton etiketi hər bir li etiketi içərisində bu şəkildə yazılmışdır. İndi mən gəlib burada X butonuna klik etdiyim zaman, misal hansı butona klik etmişəmsə, həmin li içərisindəki yazmış olduğum yazılar silinmiş olsun. İndi bunu mən index.js'ye gəlirəm. Bunun birini silək və burada ul etiketini yazmış olaq. Daha sonra liləri bu şəkildə qeyd edək və bir də butonları, buton etiketlərini biz bu şəkildə qeyd edək. Buton etiketinə klik etdiyimiz zaman həmin li etiketi silinmiş olsun. Gəlirəm burada buton etiketinə, yəni BTN-ə add even listener click event-nə əlavə edirəm. Və burada indi li etiketini yazaraq nöqtə, misal remove yazdığım zaman baxaq burada nə olacaqdır. İndi hal-hazırda birinci etiketə klik edirəm. Baxın, silinmədi. Çünki yazılış olaraq səhv yazmışıq bunu. Biz bunu misal create elementi yox, üzr istəyirəm. Bura query selector olmalıdır. Bunu da query selector ilə qeyd edək. Və bunu da query selector ilə qeyd edək. Daha sonra eyni qaydada yenə li etiketini gəlin burada silmiş olaq. İndi butona klik edirəm, unet silindi. Bir daha klik edirəm, AD etiketi silinməmiş oldu. Nəyə görə silinməmiş oldu? Çünki burada biz sildiyimiz vaxtı bu etiket, belə deyək, hal-hazırda yaddaşda olduğu şəkildə qalır. Yəni index.html-də olduğu şəkildə qalmış olur. Biz birinci, yəni sıfırıncı indeksi silirik, ancaq ikinci elementi silə bilmirik. Biz bunun da silinməyini istəyiriksə və yaxud da ki, hər hansısa bir butona klik etdiyimiz zaman həmin yazının da silinməyini istəyiriksə, gəlirəm burada. İlk olaraq 3 silinmə metodundan istifadə edəcəyik. Gəlib query selector all deyirəm. Bütün butonlarımı seçmiş olam. Konsolda gəlin buna baxaq. Və mən BTN-ə klik etdiyim zaman, baxın, node list şəklində buton etiketlərim bu şəkildə gəlmiş oldu. Və butonlara BTN nöqtə for each metodundan istifadə edirəm. Və buton yazaq burada. Arrow function ilə BTN, daha doğrusu buton nöqtə add even listener klik olduğumuz zaman yine arrow function ilə mən gəlirəm butonun parent elementinə, yəni bu hal-hazırda index.html-də butonun parent elementi li etiketi olduğuna görə
mən burada bütün li etiketi içərisində olan hər şeyi silmiş olacağım. Yəni parent elementi bu şəkildə seçirəm və daha sonra remove deyə, yəni remove funksiyasından istifadə edərək hər bir lini baxın bu şəkildə silmiş olam. Bu birinci metoddur. İkinci metodumuz, mən gəlirəm, bunu silirəm. Hal-hazırda UL etiketini query selector ilə bu şəkildə seçmişik və mən UL etiketmə add even listener klik olduğum zaman və burada event'ı mən bu şəkildə yazıram. Yəni event da yaza bilərəm. Qısa olsun deyə E kimi də E hərfindən istifadə edirəm və arrow function ilə burada belə deyim, li etiketini bu şəkildə seçmişəm. Ancaq li etiketmə const li etiketimi bunu yormalıyam. Bərabər edirəm. E.target nöqtə closest metodundan istifadə edəcəm. Yəni closest metodu nə işə yarayırdı? Biz keçən dərslərimizdə bunu öyrənmişdik. Closest ən yaxın etiketi burada bizə qaytarmış olacaq və ən yaxın etiketi li deyə seçirəm. Və əgər li etiketim həqiqətən də yoxdursa, o zaman kod sonlanmış olsun. Yəni return deyərək kodu sonlandırmış olam. Və burada const index yazıram. Yəni indeksinə görə mən silmə işləmini həyata keçirəcəm. Və UL etiketimi bir array içərisinə split operatoru vasitəsilə bu şəkildə qeyd edirəm və bunun childrenlarını yazmış olam. Və bu hal-hazırda array olduğuna görə array metodlarından index of metodundan istifadə edəcəm və li etiketini bu şəkildə qeyd edirəm. Yəni li etiketinin hansı indeksdə olduğunu, misal mən butona klik etdiyim zaman ikinci indeksdədirsə onu geriyə qaytarmış olacaq və yaxud da ki budu üçüncü indeksdədir və mən bitin butonuna klik etdiyim zaman həmin indeksdəki rəqəmi qaytarmış olacaq. İndi və son olaraq da burada silmə işləmini həyata keçirirəm. UL etiketinin childrenlarının indeksini mən burada qeyd edirəm və burada remove işləmini həyata keçirirəm. Və gəlin baxaq. Aha. Mən UNED etiketinin butonuna klik etdiyim zaman UNED silinmiş olacaq. Və yaxud da ki addonsuya klik etdiyim zaman silinmiş oldu. Buduya klik etdiyim zaman silindi və adaya klik etdiyim zaman isə bütün etiketlərim bu şəkildə silinmiş oldu. Üçüncü proses isə ondan ibarətdir ki, mən gəlirəm yenə belə deyək, eventdən istifadə edəcəm. Və burada şərt qoyuram. Əgər e.target tag name, gəlin hal-hazırda tag name'in bizə nə verir? Konsolda onu görmüş olaq. e.target tag name baxın butona klik edirəm. Buton yazısını vermiş oldu və yaxud da ki li etiketi deyə li yazısını vermiş oldu. İndi burada iki etiket olduğuna görə mən gəlib burada şərt qoyuram. Əgər e.target tag name
bərabərdirsə butona, o zaman burada li etiketini yoruma almışdıq. Li etiketini bir daha yoruma alaq və const li bərabərdir e nöqtə target nöqtə parent element deyə yazıram. Və burada li etiketini silmiş olalım. Və kodumuza baxdığımız zaman hər şey qaydasındadır və silmə işləmini həyata keçirəm. Baxın, yenə eyni qaydada hər bir li etiketi mouse ilə hansı etiketin üzərinə klik etmişiksə, o etiket silinmiş olacaqdır. Silmə işləmimizdən də deyəcəklərim bu qədərdir. İndi isə gəlin etiketlər arasındakı yer dəyişməni həyata keçirək. Onu da mən belə yazam. Bunu silirəm. Index.js'ye gəlirəm. İlk olaraq yeni bir element əlavə edək. Const new element yazıram. Bərabər edirəm. Document nöqtə create element deyə yazıram və h1 etiketimi əlavə edirəm. Daha sonra misal elementimin class name'ini əlavə edirəm. Class name'ini əlavə edək. Bərabər edirəm. Misal başlıq olsun. Və bir də new elementə gəlin ID də əlavə edək. Bu da news deyə ID etiketimizin adı olsun. Və daha sonra new elementə text content yazaraq bura RNR TV yazısını yazmış olaq. İndi hal-hazırda yeni etiketimiz bu şəkildədir. Bunu səliqəli halda gəlin qeyd edək. Yorumda yeni element yazaq. Daha sonra index.html-də h1 etiketmə salam yazıram. Bu şəkildə göründü. İndi index.html-də mən gəlirəm köhnə elementi seçmiş olacağım. Burada const old element deyə yazıram və document nöqtə query selector ilə bunu seçmiş olaq. H1 etiketini bu şəkildə seçdim və valideyn etiketi olaraq da const buna da parent yazaq. Parent element bərabər edirəm document nöqtə query selector ilə body etiketimi seçirəm. Və artıq yer dəyişirik.
Gəlirəm burada yer dəyişmə işləmini həyata keçiririk. Parent element nöqtə replace child metodundan istifadə edəcəm və bura ilk olaraq new elementi yazıram və köhnə old element ilə bunların yerini dəyişirəm. Baxın, index.html-də hal-hazırda salam etiketi rnr.tv yazısı ilə bu şəkildə dəyişmiş oldu və mən replace child metodundan istifadə edərək yaratmış olduğum yeni elementi köhnə element ilə əvəz etmiş oldum bu şəkildə. Və bizim son olaraq dinamik atribut əlavə etmə işləmini və yaxud da ki silmə işləmində gəlin görmüş olaq. Misal, indi hal-hazırda H1 etiketi içərisinə biz class əlavə edəcəyik. Gəlirəm burada index.html-də bunu silirəm. Query selector ilə bura H1 yazaq və yaxud da ki başlıq yazaq. Və H1 etiketimi bu şəkildə seçirəm. İndi H1 etiketmə class list olaraq yəni class list nöqtə add metodundan istifadə edərək bir neçə class name adını yaza bilərəm. Misal, bura new yazıram və elementə baxdığım zaman H1 etiketinə new əlavə edildi. Və yaxud da ki, ikinci bir class name olaraq new name deyə yazıram. Baxın, new və new name yazıları class atributuna bu şəkildə əlavə olunmuş oldu. İndi mən burada class list içərisindən əlavə etdiyim class name'i silmək istəsəm, gəlirəm başlıq nöqtə class list nöqtə remove metodundan istifadə edirəm və burada new name'i kopyalayıb bura əlavə edirəm və baxdığım zaman, baxın, new name class adı silinmiş oldu. New sadəcə new qalmış oldu. Və mən bunu da sildiyim zaman artıq heç bir class adı qalmayacaqdır burada. Və atributun belə deyək, özünü də silmək istəsəm, gəlirəm burada misal başlıq nöqtə remove atribut deyə yazıram və klassı buradan silmiş olam. Baxın, H1 etiketində hal-hazırda class atributu görünməmiş olacaqdır və mən bunu silirəm. Baxın, bir daha əmin olaq. H1 etiketində hər hansısa bir class yoxdur. Bunu yorumdan çıxartdığım zaman isə baxın, klasslar bu şəkildə gəlmiş olacaqdır. Bu ilk olaraq atribut silmək idi. Mən hər hansısa bir atribut əlavə etmək istəsəm, gəlirəm burada bunu da silmiş olaq. Hətta silməyək. Başlıq nöqtə set atribut metodundan istifadə edirəm. Burada ID
olsun və ID adımız nə olsun? Misal salam yazaq bu şəkildə. Və baxın, ID atributu gəlmiş oldu və içərisindəki dəyərimiz salam yazı bu şəkildə qeyd edilmiş olacaqdır. Və son olaraq da element içərisindəki atributun olub olmadığını yoxlamaq üçün isə mən gəlirəm burada hamısını silməyək. Başlıq nöqtə has attribute deyirəm və misal class varmı? Bunu da string içərisində bu şəkildə yazmış olaq və bunu bir dəyişkənə əlavə edək. Const value deyə yazıram və konsola value-nu bu şəkildə əlavə edək. İndi konsola baxdığımız zaman baxın false cavabını almış olacaq. Çünki index.html-də h1 etiketi içərisində hər hansısa class name adı yoxdur. Mən misal gəlib burada onu silmişdim index.html-də. Class misal hər hansısa bir söz yazıram. Baxın konsolda avtomatik olaraq true cavabı gəlmiş olacaqdır. Çünki element içərisindəki h1 etiketi içərisində class name artıq mövcuddur.